Bugün ölkəmizin hər bir bölgəsində olduğu kimi 20 yanvar faciəsinin 36-cı il dönümü Ağstafada da ehtiramla qeyd olunub. Qarlı, çovğunlu hava şəraiti olmasına baxmayaraq, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı və aparatın məhsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər və həmçinin yüzlərlə rayon sakini Şəhidlər Xiyabanına gələrək 20 yanvar şəhidlərinin xatirəsini yad edib. Anım mərasimində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri tərəfindən əklil və gül dəstələri qoyulub. Şəhidlərin məzarları üzərinə tərqərənfillər düzülüb. Ölkəmizin azadlığı və suverenliyi naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib. Qeyd edək ki, bugün qanlı 20 yanvar faciəsindən artıq 36 il keçir. Bugün 36 il keçməsinə baxmayaraq, qan yaddaşması olan 20 yanvar faciəsi xalqımız tərəfindən yenə də anılır. Unudulmaz faciəmiz olan 20 yanvar faciəsi ölkəmizin hər bir bölgəsində olduğu kimi Ağstafa rayonunda da böyük izdihamla yad edilir. Ağstafa Şəhidlər Xiyabanına rayon İcra Hakimiyyətinin başçısı, İcra Hakimiyyətinin məhsul işçiləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının rəhbərləri və əməkdaşları və həmçinin yüzlərlə Ağstafalılar soyuq qarlı gün olmasına baxmayaraq Ağstafa Şəhidlər Xiyabanına gələrək şəhidlərimizi yad edirlər. Onların ruhuna dualar oxuyurlar. Saat 12:00-da 20 yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti dayandırılıb, səs siqnalları verilib. Günay Hüseynova, Kamran Əski Paralı, Sənan İsmailov, Həcər Həsənova bugün informasiya proqramı üçün.